Ən hörmətsiz kişi kimdir bilirsənmi? Həddindən artıq yaxşı olan kişi. Çünki tarixdə heç bir güc sistemi yalnız yaxşılıq üzərində qurulmayıb. İnsan yalnız sevgi ilə idarə olunmur. İnsan güc hissinə, emosional gərginliyə və itirmək qorxusuna reaksiya verir. Sən elə bilirsən, yaxşı olmaq sədaqət yaradır. Əslində isə nəzarətsiz yaxşılıq hörməti öldürür. Bir çox kişi münasibətdə özünü yavaş-yavaş hörmətdən salır. Hər şeyə olar deyir. Hər problemi anlayışla qarşılayır. Öz sərhədlərini pozur. Öz ehtiyaclarını dilə gətirmir. Sonra da soruşur, niyə mənə əvvəlki kimi baxmır? Çünki insan beyni asan əldə olunan şeyi yox, itirilə biləcək şeyi dəyərləndirir. Machiavelli deyirdi ki, insanlar sevgidən çox qorxunu unutmurlar. Əgər sən həmişə oradasansa, heç vaxt getmirsənsə, heç bir prinsipin yoxdursa, bir müddət sonra sən kişi kimi yox, sadəcə emosional rahatlıq kimi görünürsən. İnsanlar rahatlığa öyrəşir. Öyrəşdikləri şeyə isə hörmət etməyi dayandırırlar. Freudun ən narahat edici kəşfi bu idi. İnsanın şuuraltısı həmişə sakitliyi axtarmır. Bəzən o özünü ən canlı hiss etdirən emosiyanın arxasınca gedir. Hətta bu emosiya ağrılı və yorucu olsa belə. Ona görə bəzi qadınlar özünə ən yaxşı davrananı yox, onları ən çox silkələyəni, emosional olaraq hərəkətə keçirəni seçirlər. Sənin sərhədin yoxdursa, öz dəyərini qorumaq instinktin yoxdursa, heç nəyi itirmək riski yaratmamsansa, qadın şüur altında dərindən hiss edir. Bu adam özünü bu qədər asan fəda edirsə, deməli o qədər də dəyərli deyil və münasibətlərin çoxu məhz bu səssiz hörmət ölümü ilə bitir. Düşünən adam deyir ki, münasibətlər də görünməyən bir güc balansı üzərində qurulur. İnsanlar sevgidə uşaqlıq travmalarını təkrarlayırlar. Ona görə yalnız yaxşı olmaq heç vaxt kifayət etmir. Sədaqət hörmətdən, emosional təsirdən və itirmək qorxusundan doğur. İnsanlar ən yaxşı insanın yanında qalmazlar, amma ən çox itirə biləcəkləri insanı heç vaxt unutmurlar.